Sosial şəbəkələrdə etik normalara uyğun olmayan hərəkətləri ilə gündəmə gələn müəllim işdən çıxarılıb. Yayılan görüntülər qeyri-etik olduğundan onu sizə təqdim edə bilməyəcəyik. Lakin əməkdaşlarımız xəbərin izi ilə 16 nömrəli Körpələr Evi uşaq bağçasında olublar. Gəlin bərabər izləyək görək orada nələr baş verib. Abşeron rayon Qobu qəsəbə 16 nömrəli Körpələr Evi uşaq bağçasının musiqi müəllimi olan Elnarə Əsgərovanın sosial şəbəkələrdə yayılan uyğunsuz görüntüləri ilə bağlı araşdırma aparılıb. Görüntülərdəki davranışın etik və pedaqoji normalara uyğun olmadığı nəzərə alınaraq, musiqi müəllimi ilə bağlanan əmək müqaviləsinə xitam verilib. Müəllimin işdən çıxarılması xəbəri ilə bağlı üz tutduq sözü gedən Körpələr Evinə. Qapını niyə örtdünüz ki? Uşaqları buraxırıq. Bağçanın əsas qapısını çəkiliş qrupumuzun üzünə bağlasalar da, məsələyə münasibət öyrənmək üçün binanın arxa girişindən içəri daxil olduq. Belə bir hadisə olmayıbsa, əgər qeyri-etik davranışlar olmayıb. Yuxarı orqanlarda öz aidiyyatı qanunu veriblər. Yəni işdən çıxarılıb, xitam verilib. Məlumata görə Elnarə Əsgərova 2010-cu ildən burada fəaliyyət göstərsə də, heç vaxt qeyri-etik davranışları ilə rastlaşmayıblar. 2016-cı ildən burada işləyir. Çox mədəni, çox tərbiyəli, çox əxlaqlı. Yəni biz heç bir zaman o xanım haqqında mənfi fikirdə olmamışıq. Heç bir pis hərəkətini görməmişik. Xeyr, yoxdur bununla bağlı məlumat, amma Elnarə müəllimə də mən 3 uşağımı qoymuşam bura. Yəni heç bir Musiqi müəllimi olub. Bəli, musiqi müəllimi olub. Məsələ ilə bağlı Abşeron Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Elnarə Əsgərovanın işdən çıxarılması xəbərini təhsil idarəsi də təsdiqlədi. Diana Cəlali, Nadir Cəllov, Spice xəbər.